48. Mayelərdə Paskal qanununun doğruluğunu hansı cihazla yoxlamaq olar? Paskal qanunu belədir. Qapalı qabda olan maye və qazların üzərinə xaricdən ötürülən təzyiq dəyişmədən bütün nöqtələrə bərabər ötürülür. Və bu Paskal qanunu adlanır. Və biz bilirik ki, maye və qazların təzyiqini ölçən cihaz manometrdir. 48-də cavab B. 49-da sabit həcmdə verilmiş kütləli qazın mütləq temperaturunu 3 dəfə azaltdıqda təzyiqi 500 paskal azaldı. Qazın təzyiqinin əvvəlki qiymətinə qədər idi. Həcmin sabit qiymətində izoxor prosesdə ideal qazın hal tənliyinə PV bərabərdir nÜRT-yə görə təzyiqlə temperatur düz asılıdır. P1 böl P2 bərabərdir T1 böl T2. P1 yerində də qalsın. P2-ni yerinə yazırıq. 500 paskal azaldı. P1 çıx 500 bərabərdir. T1 yerində qalsın. T2-ni yerinə yazırıq. Temperaturu 3 dəfə azaltdıqda T1 böl 3. Tənasübü həll edək. P1 bərabərdir 3. P1 çıx 1500. Keçir bu yana 2. P1 1500. P1 bərabərdir 750. Cavab C variantı. Əgər biz bu kəmiyyətlərin düz mütənasib asılı olduğunu biliriksə, bu asılıq daha qısa yolla, daha sadə yolla da yaza bilərik. Belə ki, birbaşa bayaq aldığımız tənliyi başdan ala bilərik. Necə? Temperaturu 3 dəfə azaltdıqda x böl 3 bərabərdir. Təzyiq 500 paskal azaldı. X çıx 500. Bu tənliyi həll etsək, eyni cavabı almış olarıq. X bərabərdir 3x çıx 1500. 2x bərabərdir 1500. X bərabərdir 750. 50-ci sual. 2W böl fi ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Burada W-nun, yəni maqnit sahəsinin enerjisinin yerinə hansısa ifadəsini yazaq. Elə ifadə yazaq ki, ixtisar rahat geçsin. Mən W-nun yerinə W bərabərdir fi böl 2 düsturunu yazıram. Və nəticədə nə alırıq? Cərəyan şiddəti. Cavab C. 51-ci sual. Sürtünmə misalı 0,5 olan üfüqi səthi üzərində kütləsi 2 kiloqram olan arabacıq F bərabərdir 25 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyasının zamandan asılılığını ifadə edir? J bərabərdir 10 metr böl saniyə kvadratı. Biz görürük ki, cisim x-oxun əksinə hərəkət edir. Deməli, bizim variantlarımız ya A, ya C-yə uyğundur. Qalır nə? Bu hərəkətin bərabər yeniləşən yaxud yavaşan olduğunu müəyyən etməkdir. Burada uşaqlar çaşdıran məqam odur ki, V-ni, yəni V0 və F-i eyni istiqamətli görən kimi bunu yeniləşən düşünürlər. Amma elə deyil. Bu əvəzləyici qüvvənin yox, dartı qüvvəsinin istiqamətidir. Gəlin əvvəlcə sürtünmə qüvvəsini tapaq. F sürtünmə bərabərdir mg. O da bərabərdir. Deməli, 0,5 vur 2 vur 10. Vur 10. Neçə elədi? Deməli, cavab elə 10 eləyir. 10 Newton. Düzdür? 0,5 2 vurduq 1. Cavab 10 Newton. Yaxşı. Dartı qüvvəmiz isə 25 Newtondur. Əgər dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdürsə, təbii ki, bu cisim bərabər yeniləşən hərəkət edir. X-oxunun əksinə düz xətli bərabər yeniləşən. Cavab C. 52. İpə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladılır. Əgər N nöqtəsində ip qırılsa, cisim hansı istiqamətdə hərəkət edər? Cisim sürətin istiqamətində hərəkət edər və çevrəyə toxunan istiqamətə yönəldiyindən sürət N nöqtəsində elə aşağı, yəni A variantı.